Nar mövsümü gəldisə, nar salatı bizim evdə tez-tez hazırlanmalı. Mənə görə nar salatı salatların şahıdır. Hələ tərkibində qırmızı lobya varsa, bu salatın dadına söz ola bilməz. Hazırlanması çox sadədir. Ərzaqları dərin qaba ardıcıllıqla əlavə edib, duzunu, istiotunu səpdim, mayonezini əlavə edib qarışdırdım. Əminəm bu salat sevdiyiniz salatlar siyasında öz yerini alacaq. Nar mövsümü bitənə kimi hər gün bu salatdan dadmaq istəyəcəksiniz. Məşhur xırçıldayan badımcan salatını mən də hazırladım. Öncə badımcanları yuyub qabığını soydum. Doğrayıb acı suyu çıxması üçün 10-15 dəqiqə duzlu suda gözlətdim. Daha sonra mətbəx dəsmalı ilə yaxşı-yaxşı qurulayıb, üzərinə 2 xörək qaşığı nişasta əlavə edib qarışdırdım. İsidilmiş yağın içərisinə badımcanları əlavə edib yaxşıca qızartdım. Badımcan sevməyənlər belə bu salatı çox sevəcək. Bu salatı hazırlayarkən əsas məsələ badımcanları mətbəx salfeti ilə yaxşı-yaxşı qurulamaqdır ki, bişirərkən badımcanlar xırçıltılı alınsın. Salat üçün doğradığım pomidorları qaba yığıb üzərinə xırda doğranmış cəfəri əlavə etdim. Bir diş sarımsaq rəndələyib qızartdığım badımcanları pomidorların üzərinə əlavə edib duzunu, istiotunu səpdim. Son olaraq salatın üzərinə soya sosu ilə küncütünü əlavə etdim. Çox ləzzətli bir salat alın. Bayram süfrələrimizi bəzəyəcək möhtəşəm bir salat. Toyuq filesi, qara gavalı, qoz, holland pendiri, duz və mayonezi dərin boşqabda qarışdırıb soyuducuya yerləşdiririk. Sonra süfrəyə verdiyimiz zaman üzərini qoz ləpəsi ilə bəzəyirik və budur salatımız hazır. Yanına da pop şirələri çox yaraşar. Sevgilim yarım qaşların alır canımı neylim. Aşık olmuşam gözəlim, düşübdür sənə meylim. Ağ bu qatda qalın, görüb heyranın olam. Ağ bu qatda qalın, görüb heyranın olam. Gəl məni qonaq eylə, yarım mehmanın olam. Gəl məni qonaq eylə, yarım mehmanın olam. Tam bayram ab-havasına uyğun ləzzətli bir salat hazırladım. Toyuğun sinə ətini bişirib didələdim. Mayonezini də əlavə edib qəlibə boşaltdım. Salatımız üçün əsas ingredientlərdən olan cavalını yudum, doğradım və qəlibə əlavə etdim. Daha sonra üzərinə rəndədən keçirdiyim holland pendirini və yumurtanın sarısını, xırdalanmış qoz, ən son isə üzərinə yumurtanın ağını əlavə edib səliqə verdim. Bu arada hər qatın arasına mayonez çəkməyi unutmuruq. Nərgiz gülü forması üçün ağ turpdan istifadə etdim. Salatı qəlibdən çıxardıb kənarlarını xırdalanmış qozla bəzədim. Və budur artıq qonaqlarımızın bəhbəhlə yeyəcəyi o salat hazırdır.